Lego'nun kiçik parçaları onların əllərində sadəcə bir oyuncaq deyil, hissləri, xatirələri və bayramın ruhunu ifadə edən bir vasitədir. Kristi Hemrich uşaqların oyun sevinci ilə yaradıcı ruhlarını birləşdirərək adi ailə əyləncəsini mövsümi incəsənətə çevirib. Manhattan'dakı sakit bir küçədə Analar Günü üçün qurulan bu çiçəkli layihə indi Halloween'in sirli, biraz da qorxulu havasını daşıyır. Lego'nun çox maraqlı bir bitki kolleksiyası var. Uşaqlarım bunu çox sevir. Mən də düşündüm ki, bu oyunu biraz fərqli şəkildə istifadə edə bilərik. Analar Günü üçün nəsə xüsusi bir şey etmək istədim və elə bu ideya da oradan yarandı. Biz Lego hissələrindən gül çiçəkli bir heyvan hazırladıq. Sonra insanlar mənə yazmağa başladılar. Deyirdilər ki, Lego heyvanını geri gətirin, onu çox sevdik. Mən də düşündüm, ən sevdiyim bayram olan Halloween üçün niyə olmasın? Beləcə, bu dəfə eyni ideyanı biraz qorxulu, biraz rəngli şəkildə yenidən həyata keçirdik. Layihənin hazırlanması təxminən bir həftə davam edib və uzaqdan baxanda adi mövsümi bəzək kimi görünür. New York'da bu cür bəzədilmiş heyvanlar artıq Halloween ənənəsinə çevrilib. Bu cür layihələr incəsənətin təkcə qaleriya divarlarında deyil, bir ailənin heyvanında da həyat tapa bildiyini təsdiq edir. Arzu Yusif, Elvin Cəfərov, Mədəniyyət xəbərləri.